Müasir süni intellekt alətləri, məsələn ChatGPT, Google Gemini yüksək səviyyədə, yüksək keyfiyyətli şəkillər hazırlaya bilir, həmçinin bu şəkillər üzərində işləyə bilir. Yaxşı, soruşa bilərsiniz, bu funksiya mənim nə işimə yarayacaq? Məsələn, işdə bundan necə faydalana bilərəm və ya bu funksiyadan istifadə edərək gəlir əldə etməyim mümkündürmü? Bax, bu sualların cavabını əvvəlcə sizə qısa şəkildə verəcəm. Sonra da prosesləri addım-addım sizə göstərəcəm, yəni şəkilləri necə hazırlamaq olar və s. Təsəvvür edin ki, siz sosial şəbəkələr üçün kontent, məzmun yaradırsınız. Məsələn, YouTube kanalınız var, YouTube kanalı üçün videolar yaradırsınız və ya Instagramda, digər sosial şəbəkələrdə paylaşımlar edirsiniz. Bu zaman sizin ən çox vaxtınızı aparan işlərdən biri böyük ehtimal ki, YouTube üçün qapaq şəkilləri hazırlamaq və ya Instagramda paylaşacaq şəkilləri hazırlamaqdır. Baxın, bu mövzuda yüksək səviyyədə süni intellekt sizə kömək edə bilər. Başqa, tamamilə əlaqəsiz bir sahəyə indi keçəcəm. Siz bir yazıcısınız. Uşaqlar üçün hekayələr, nağıllar yazırsınız və hekayənin içərisində oradakı personajların şəkillərini yerləşdirmək lazımdır. Amma sizin şəkil çəkmə kimi qabiliyyətiniz yoxdur. Bu zaman yenə süni intellektdən istifadə edərək qəhrəmanların şəkillərini yarada bilərsiniz. Onları müxtəlif səhnələrdə təsvir edə bilərsiniz. Videonun davamında bunu da göstərəcəm. Tutaq ki, siz ümumiyyətlə bu sahədə işləmirsiniz, yazıcı deyilsiniz, heç bir hekayə yazmırsınız. Amma baxın, yazıçılar məsələn, müəyyən səbəblərə görə ola bilər ki, süni intellektlə işləməyi bacarmırlar. Bu insanlara belə xidmət də satmaq olar. Məsələn, hekayəni o yazsın, sən də süni intellekt vasitəsilə şəkilləri hazırla. Tutaq ki, hər hansı bir məhsul satırsınız. Tutaq ki, ətir satırsınız, başqa hər hansı bir məhsul satırsınız, texnologiya aləti satırsınız və sosial şəbəkələrdə, Instagram hesabında onun şəkillərini çəkmək istəyirsiniz. İstəyirsiniz şəkillər çox keyfiyyətli olsun, telefon vasitəsilə studiya effekti ala bilmirsiniz. Siz bu şəkilləri çəkib, süni intellekt vasitəsilə onları studiya effektinə gətirə bilərsiniz və müxtəlif yerlərdə onları təsvir edə bilərsiniz. İstəyirsiniz ki, bu şəkil, misal üçün, dənizin sahilində, qumların üzərində təsvir olunsun, bunu ChatGPT vasitəsilə edə bilirsiniz. Eyni zamanda fotomontaj işlərini də görə bilirsiniz. Məsələn, Photoshop vasitəsilə görə biləcəyiniz işlərin sadə variantlarını süni intellekt vasitəsilə eləmək olur. Arxa planın təmizlənməsi olsun, hər hansı bir obyektin əlavə olunması və ya obyektlərin çıxarılması. Öz markanız var, özünüzün hər hansı bir xidməti var, onu satırsınız. Bax, bu xidmətlə bağlı tanıtım baxımından hansısa şəkillər hazırlaya bilərsiniz, məlumat xarakterli paylaşımlar edə bilərsiniz. İndi gəlin keçək kompüterə, mən ekranı sizinlə paylaşım. Bu dediklərim və daha çoxu ilə bağlı mən sizə nümunələr göstərim.